Salam əziz izləyicilər. Fokusa gəlsin, bax bu yarpağa baxın. Damarları yaşıldır. Tutum əlimlə. Damarlar görürsünüz yaşıldır, amma o ara pərdələr saralıbdır. Bu gilas ağacıdır. Və xəstəlik demək olar da, bu hər halda xəstəlik demək olar. Bu xəstəliyin adı xlarozdur. Xlaroz. Bax, bu balacalarda da var. Bu xəstəlik o vaxt baş qaldırır ki, dəmir çatışmamazlığı olsun. Ağaçda dəmir çatışmamazlığı olsun. Dəmir çatmayanda belə bir xəstəlik meydana gəlir. Və bunun fəsadları nə olur? Gül vaxtı biraz gülünü tökür. Meyvə vaxtı təzə meyvə pükür, baxırsan ki, bir çoxu saraldı, düşdü yerə. Yəni məhsuldarlığı çox aşağı səviyyəyə salır. Və bu xlaroz xəstəliyinin ziyanı belədir. Əlacı nədir? Bir qaşıq dəmir kuparosu, bir xörək qaşığı. Bir qaşıq da limon turşusu. Qatırsınız hər hansı miqdar suya və o suyu 10 litrə çatdırırsınız, bir vedrə. Və bu cür ağaca bir vedrə yarım tökürsünüz, balaca ağaca. Böyük ağac çox böyükdürsə 4 vedrə tökürsünüz. Və 10 gündən sonra bir də təkrar edirsiniz. Və bunun mübarizə üsulu da budur. Belə bir xəstəlik məndə ağaclarımda olmayıb, amma tərəvəzdə oldu. Tərəvəzdə oldu. O da məhsuldarlığa təbii ki, pis təsir elədi. Çox çiçəkləmə olmadı. Tez-tez çiçəkləyir, məsələn, pomidorda. Elə bir dəfə, iki dəfə oldu çiçəkləmə, sonra öldü, getdi. Yəni kol özü qalmadı. Bu mənim qonşumun bağıdır. Və bunların bağında, torpağında dəmir çatışmamazlığı var. Çox ağacında var. Məndə isə yoxdur. Məndə bax bu cürə yoxdur. Bir dənə pomidorda, bəlkə biberlə badımcanda da oldu. Xatırlamıram, artıq xeyli vaxt keçib. Ona görə mənim qonşum dəmir kuparosu alıb və torpağına vermək lazımdır. Bayaq dedim, bir vedrə, 2 vedrə, 3 vedrə torpağına vermək lazımdır 10 gündən bir. Bu isə qonşumun bağıdır. Qonşu deyəndə xeyli aramız var. Ona görə torpaqlarımız fərqli ola bilərdi və yəqin ki, olub da. Mən bəzən nələrsə deməyi unuduram. Ona görə hərdən bir yorumlara da baxın. Videoya baxanda bir göz gəzdirin, görün yorumda bir vacib bir şey yazmışam, yazmamışam. Qoca kişiyəm də, bir danışanda yaddaşım qarışır, bəzən lazım şeylər demirəm. Oldu. Sağ olun, sağlıqla qalın. Məni TikTokda yox, YouTube'da izləyin, komment yazın və mən sizdən onda çox razı qalaram. Salamat qalın.